yazmışam yeni bir rəvayət. Bir qardaş haqqındadır bu hekayət. Mənim dildə yaxşı kəlamlarım var, yaxşı qardaşlarıma salamlarım var. Hər adama qismətini yazan Tanrıdır, bütün yaxşılar başımın tacıdır. Yaxşıları çıxarmaram yadımdan, başlayıram mən Tunalın adından. Tunalı hər an hörmətli qardaşımdır, mərd və cəsarətlidir qardaşımdır. İnsanı yüksəklərə hörmət çəkir, uşaqlığından bəri əziyyət çəkir. Hər an dosta qarşı səxavətlidir, hünərli qardaşdır, ləyaqətlidir. Tunal yaxşı tanınıb hər məkanda, fərq eləmir hansı yerdə hayanda. Sən benim atinli qardaşımızsan, ürəyimiz sənəmdə baş tacımızsan. Səni qorusun dərdi bəladan Allah, qüssə kədər görməsən inşallah. Sadələrin sadəsisən sən Tunal, həm də etibarın sədaqətin var. Sən kimi kadrlara var ehtiyacı olana olmusan əlac. Tunal da əziyyəti ilə ucalıbdır, ürəyimizdə qəlbimizdə qalıbdır. İlahi can sağlığı versin sənə, hər nə istədinsə yetirsin sənə. Hər addımına diqqət eləyən oğuldur, özünə sözünə diqqət eləyən oğuldur. Qıram o ürəyimizdə hər zaman Tunal, səninlə edirik iftixar Tunal. Qaşmuğanlı kəndi olub ünvanı, unutmaq olmaz bu gözəl insanı. Orada gözəl yerdir, gözəl məkandır, hər bir anda yaxşı üçün təkandır. Qaşmuğanlı kəndi olub məskənin, sən hər bir zaman qazandın əhsəni. Allah ürəyivə görə versin ay bırat, arzu diləyivə görə versin ay bırat. Ürəkli oğlansan, ürək səndə var, həm də ədalətli verirsən qərar. Getdiyin yollar uğurlu yol olsun, İnşallah Tanrı sənə yar olsun. Bu rəvayətimdə yetibdir sona, salam olsun dəyərli insanlara. Bu rəvayət xatirələrdə qalsın, Tunalı qardaşımıza hədiyyə olsun. Bu rəvayət xatirələrdə qalsın, Tunalı qardaşımıza